Hı hı. Axşamınız xeyir olsun. Yenə xoş gördük hər birinizi. Mən klinik psixoloq Xanım Abdullayeva, İnam Psixologiya Mərkəzinin rəhbəriyəm və bu gün bizim mərkəzin dəyərli uşaq psixoloqu, yeganə uşaq psixoloqu Sevda xanımın təlimindəsiniz. Hər birinizə uğurlar arzu edirəm. Əminəm ki, inşallah ki, sizə faydalı olacaq və bildiyiniz kimi bu 2 aylıq kursumuzun ilk dərsi kimi hesab edin və maraqlı bir mövzumuz var. Sevda xanım sizə gözəl bir proqram hazırlayıb, hansı ki özü də bütün məlumatları verəcək. Mən isə burada olacağam. Uğurlar hər birinizə. Sevda xanım sizə sözü verirəm. Buyurun. Təşəkkür edirəm. Xanım müəllimə çox sağ olun. İlk öncə qatılanlar arasında məni tanımayanlar var. İstəyirəm özümü ilk öncə təqdim edim. Mən Sevda Əliyeva İnam Psixoloji Mərkəzinin uşaq psixoloquyam. Həmçinin həm valideynlərlə də çalışdığıma görə, həmçinin böyüklərlə də məşğul oluram. Uşaq və yetkin psixoloquyam yəni. Artıq illərdir ki, mikrofonlara biraz diqqət eləyək, çünki səslər Səsləri qarışır. bağlayın. Bəli. Aha, səsləri bağlı saxlayaq. İllərdir ki, artıq mən uşaqlarla, həmçinin valideynlərlə çalışıram, ailələrlə belə deyək, bərabər çalışırıq biz. Buna görə də indi hal-hazırda mən də belə deyək, sizə gözəl bir proqram hazırlamışam. Əslində canlı dərsimizdə belə deyək, mövzu biraz tam praktik idi, amma istəyirəm bugün biraz nəzəriyyədən də danışarıq bu öz qaydasında. Belə artıq mən illərdir ki, bu üzrə gedirəm və bir neçə psixoloji mərkəzlərdə də çalışmışam. Psixiatriya mərkəzində, bir saylı psixiatriya mərkəzində də çalışmışam. Və artıq praktikamda da görürəm ki, uşaqlarla çalışmaq bizə kifayət eləmir. Buna görə valideynlərlə də çalışmaq lazımdır. Hal-hazır ki, əsas məqsədim mənim valideynləri maarifləndirməkdir və savadlı psixoloqlar, uşaq psixoloqları yetişdirməkdir ki, onlar da əsasən valideynlərlə əməkdaşlıq eləyə bilsinlər. Hal-hazır ki, mənim məqsədim budur ki, psixoloqla valideynin bərabər əməkdaşlığının sağlam qurulması. Belə, bugünkü dərsimizdə biz canlı dərsimizdə danışdıq ki, valideynlər və mütəxəssislərin yanaşma səhvləri, 5 yanaşma səhvi, 5 kritik səhv. Amma bugün həm də istəyirəm ki, bağlanma nəzəriyyəsinə biraz toxunaq. Ümumiyyətlə, bağlanma uşaq ilə onun qayğısına qalan şəxs arasında yaranan emosional bağdır. Yəni, təkcə ana ilə deməzdim, çünki ona baxan şəxs ola bilər ki, ata olsun, ola bilər nənə ilə daha çox vaxt keçirsin və yaxud da ola bilər ki, ana olmasın, bu nənə olsun və yaxud da baxıcı olsun. Yəni ki, onun qayğısına kim qalırsa, onunla arasında yaranan emosional bağdır. Sadəcə indi analar daha çox baxır deyə biz bunun üzərindən danışırıq, daha çox səsləndiririk. Ümumiyyətlə, bağlanma nəzəriyyəsində uşağın 1-2 ildə formalaşdırdığı bağın və onun gələcəkdə özünə, həm də digər insanlarla münasibətinə təsirinə əsaslanır. Bunu əhatə eləyir. Və John Bowlby tesiri esaslanır için bunu üzr istəyirəm. Belə. Əslində canlı yayım aça bilərdim. Yaxşı olardı. Onu unutdum. Belə. Biz danışacağıq bugün John Bowlby'dən. John Bowlby 2-ci Dünya müharibəsi dövründə uşaqlar və onların baxıcıları arasında münasibətləri müşahidə edir və öz nəzəriyyəsini formalaşdırır. O hesab eləyir ki, əgər erkən bağlanmada ömrü boyu psixoloji təsir özünü göstərir. Və John Bowlby həmin o 2-ci Dünya müharibəsi sırasında 44 uşaq oğru araşdırmasını edir və bu nədir? Araşdırmasında erkən yaşda anasının ana məhrumiyyəti yaşayan uşaqlarda emosional və davranış problemlərinin yaratdığını görür. Həmin uşaqlarda bu problemlər yaranır. Onlara çox təsir edir. Amma o Freud'un uşaq ananı sadəcə qidaya görə sevir fikrinə qarşı çıxır. Bu bağlamanı irəli sürür. Freud'a görə isə uşaq ananı sadəcə qida üçün sevir. Onun bu fikri, onun psixoanalitik inkişaf nəzəriyyəsində oral mərhələ kimi göstərir özünü, bununla bağlıdır. Freud'un burada əsas izahı nə idi? Freud deyirdi ki, həyatın ilk mərhələsində, yəni
0-1 yaş dönəmində aralığında uşağın əsas ehtiyacı qidalanmaqdır. Bu ehtiyacı ən çox qarşılayan şəxs də ana olur. Ona görə də o həmin uşaq ananı sevgi obyekti kimi deyil də əvvəlcə qidalama və rahatlama mənbəyi kimi görür, qavrayır. Və burada sevgi ümumiyyətlə necə yaranır? Freydə görə bu yaşda sevgi hələ emosional və şüurlu deyil. Yəni uşaq üçün sevgi lazım olan ehtiyacının ödənməsidir ona görə. Yəni süd verirsə, sakitləşdirirsə, onun toxluğunu təmin edirsə, artıq o yaxşı obyekt sayılır həmin uşaq üçün. Yox, əgər narahatlıq yaradırsa, boşluq, aclıq hiss etdirirsə, artıq gərginlik mənbəyi olur. Yəni uşaq anaya bağlanır, çünki ana onun daxili gərginliyini bir növ azaldır. Buna görə bağlanması yaranır. Amma burada bir libido anlayışı da var. Freud da bunu bu cür izah edir ki, əgər orada libido ilk olaraq ağız bölgəsinə yönəlib, uşaq əgər əmizdirmə ilə bağlı həm tutaq ki, qidalanır, həm də rahatlıq hissi yaşayır, düzdürmü? Bu iki təcrübə də bir-biri ilə birləşdikdə elə bil ki, həmin ana ilə sevgi belə bağ yaranır. Yəni ki, ana onun üçün olur sevgi obyekti. Bu cür izah edir. Amma Freud təkcə demirdi ki, uşaq ananı sadəcə qida üçün sevir, yəni sırf bu fikirdə də dayanmırdı. Sadəcə deyirdi ki, başlanğıcda bağlanma ehtiyacından yaranır. Amma zamanla bu bağ emosional sevgi formasına keçə bilir. Yəni nəticə etibarilə Freydə görə uşaq əvvəlcə ananı qida və rahatlıq mənbəyi qavrayır. Və bu ehtiyacın ödənməsi isə tədricən emosional bağlanmaya çevrilir. Və biz qayıdaq öz danışdığımız nəzəriyyəyə, John Bowlby'nin bağlanma nəzəriyyəsinə. Bağlanma ümumiyyətlə bu bağlanma sistemi təkamül baxımından da körpənin sağ qalması üçün formalaşıb və iki əsas məqsədə xidmət edir burada. Birincisi qorunma və kəşf etmə. Yəni uşaq təhlükə hiss etdikdə onun bağlanma davranışları istər-istəməz aktivləşir. Bu davranma bağlanışı da nə ola bilər? Misal üçün ola bilər ağlama və yaxud da o yapışan uşaqlar ki var ki, çox qalırlar qucaqda, ancaq istəyirlər ki, ananın qucağında olsunlar. Bu artıq onun belə deyim, bağlanma davranışıdır. Bağlanma üslubları əsasən 3 yerə ayrılır. Var güvənli bağlanma, qaçınan bağlanma və narahat bağlanma. Güvənli bağlamada uşaq öz baxıcısına, anasına, nənəsinə, ona baxana inanır. Ayrılanda düzdür, narahat olur, amma qovuşanda, yəni görüşdükdə, qovuşduqda tez sakitləşir və ətrafı sərbəst başlayır araşdırmağa. Yenidən, yəni güvənir, sərbəstləşməyə başlayır həmin uşaq. Amma yetkinliyə keçdikdə bu insanlar daha stabil münasibətlər qura bilirlər. Normal olur münasibətləri. İstər şəxsi münasibət olsun, istər dostları ilə münasibət, ətrafla sosiallaşması rahat olur. Var qaçınan bağlanma. Qaçınan bağlanmada uşaq ayrılığa az reaksiya verir. Amma qovuşanda da o yaxınlıqdan qaçır, istəmir. Biraz itələyirmiş kimi olur. Və valideynlər də çox vaxt emosional soyuq olurlar belə bağlanmada. Yetkinlikdə də belə deyək, yaxınlıqdan uzaq durma istəyi olur onlarda. Ümumiyyətlə etibar eləməkdə çətinlik çəkirlər, çətinlik görülür onlarda. Və var üçüncü narahat bağlanma. Narahat bağlanmada isə uşaq ayrılıqda çox belə deyək, gərgin olur. Amma qovuşanda da sakitləşməkdə çətinlik çəkir. Çox narahat olur. Valideyn davranışı orada qeyri-sabit olur çünki. Yetkinlikdə isə həmin insanlarda, həmin uşaqlarda istər-istəməz tərk edilmə qorxusu yaşanır. Onlarda qısqanclıq olur. Daha çox çünki əksər uşaqlarda narahat bağlanma olur. Onlarda qısqanclıq, istər-istəməz emosional bir dalğalanmalar baş verir, müşahidə edilir. Belə, bağlanma nəzəriyyəsini bizim bilməyimiz ana-uşaq münasibətlərində bizə çox kömək olur.
Buna görə də biz onu öz uşağımızla belə bağlanmamıza diqqət yetiririk. Baxırıq ki, yəni onunla bizim bağımız əslində necədir? Valideyn olaraq əgər uşağa rahatlıq verilirsə, uşağın belə, yəni valideynindən uzaq qalsa belə onun üçün bir problem olmur. Valideyni qayıtdıqda, güvənli bağlanmadan danışıram hal-hazırda. Valideyni qayıtdıqda yenidən o ətrafına daha tez adaptasiya olur. Ümumiyyətlə, valideynlər, mütəxəssislər bəzən çox səhvlər edirlər. Nəyə görə? Yəni səhv yanaşmaları olur. Tutaq ki, bir problem görürlərsə, valideynlər həmin problemə belə deyək, görürlər problemi, amma altındakı səbəbi bilmirlər deyə ona yanaşmaları da özlərindən asılı olmadan təbii ki, səhv olmuş ola bilir. Və həmçinin mütəxəssislər də bəzən olur ki, seans sırasında seansa toparlaya bilmirlər və səhv yanaşmalarla uşağı qarşılayırlar, seansa səhv yönləndirirlər. Buna görə də nəticələrdə də biraz problemlər yaranır. Ümumiyyətlə, gəlin baxaq ki, valideynlərin və mütəxəssislərin etdiyi həmin o mənim danışacağım 5 səhv, kritik səhv nədir? Biz danışacağıq bir davranışı problem kimi görmək və onun səbəbini yox saymaq. Yəni, bayaq dediyim, davranışı görürük ki, hansısa bir davranış sərgiləyir uşaq. Ağlayır, vurur, başqa dağıdır, hansısa oyuncaqlarını atır. Amma bunun səbəbini araşdırmırıq. Həm valideyn olaraq, ola bilər yeni başlayan mütəxəssisi və yaxud da seanslarımızı düzgün yönləndirə bilmirik. Sırf buna görə. Səbəbi yox sayırıq. Burada biraz real case olaraq verə bilərəm ki, real caselərdən danışsaq, tutaq ki, sizin yanınızda, siz uşaq psixoloqusuz, sizin yanınızda 4 yaşlı bir uşaq gəlib və dayanmadan ağlayır, özünü atır yerə. Seans boyu siz onu sakitləşdirə bilmirsiniz. Sakitləşdirmək də necə? Birinci gəlin mütəxəssis cəhətdən baxaq, tərəfdən baxaq. Mütəxəssisin yanına gəlib uşaq. Mütəxəssis çalışır ki, uşağı sakitləşdirsin. Bu, onun davranışını görüb stoplamaqdır. Həmin anda mütəxəssis onu stoplamamalıdır. Onu saxlamamalıdır. Sadəcə onun, belə deyək, emosiyalarını qəbul edərək ona bir zaman tanımalıdır ki, uşaq öz hisslərini, duyğularını ifadə edə bilsin. Səbəbini görmək istədikdə isə bunu oyun terapiyası vasitəsilə və yaxud da nağıl terapiyası vasitəsilə sonrakı zamanlarda elə ola bilər ki, həmin seans müddətində və yaxud da digər seanslarda bunu aşkara çıxara bilsin. Amma əgər davranış varsa, bunu ilk öncə mütəxəssis stoplamamalıdır. Həmçinin valideynə də aiddir. Valideyn görürsə ki, uşağı dayanmadan ağlayır, bu demək ki, bunun altındakı səbəb ola bilər ki, onun diqqətini çəkmək olsun. Dayanmadan ağlasın. Çünki bir səbəb olmasa, uşaq o davranışı sərgiləməz. Belə. Real case olaraq uşaq gəldi, 4 yaşında uşaq seans sırasında heç cür sakitləşə bilmir, hətta özünü yerlərə atır. Biraz ona zaman tanıyırıq ki, tamam, başa düşürəm. Ola bilər ki, nəyəsə əsəbləşmirsən. Çünki uşaq ifadə eləyə bilmir özünü. Və yaxud da ona belə deyək, alternativ fikirlər veririk. Alternativ belə deyək, cümlələr quraraq onun fikrinin izah etməsinə köməklik göstəririk. Ki, ən azından görsün ki, necə özünü ifadə eləyəcək. Əslində hansıdır, amma yadına düşmür, deyə bilmir. Ola bilər ki, nəyəsə əsəbləşib və yaxud da yeni ola bilər ki, bacı-qardaş doğulub evdə, bacı-qardaş qısqanclığı var onda. Amma bunu deyə bilmir. Bilmir ki, əslində ona görədir onun bu davranışı. Və yaxud da evdə nəsə bir problemlər var, ana-ata arasında problemlər var. Amma uşaq bunun fərqində deyil təbii ki. Bu, özünü nədə göstərir? Artıq uşaq başlayır aqressivləşməyə və yaxud da fiziki olaraq davranış pozuntuları göstərməyə. Bura aiddir, yenə deyirəm, dırnaq yemədir, saç yolmadır, saç yolma, qaş yolma, dəri qoparmadır. Bunlar hamısı əslində davranış problemidir və bunun altında yatan səbəblər var ki, mütəxəssis ora yönəlməlidir. Valideyn, əgər müşahidə edirsə, valideyn davranışı altında, yəni səbəb axtarmalıdır. Və mütəxəssis valideyn arasında əməkdaşlıq olmalıdır. Həmçinin
mütəxəssis uşaq arasında da əməkdaşlıq olmalıdır. Əməkdaşlıq dedikdə nə nəzərdə tutulur? Əgər uşaq sizlə əməkdaşlıq etmirsə, bu belə professional görünür, amma loru dildə mən sizə belə izah edim. Yəni uşaq sizin qurduğunuz oyun terapiyasına daxil olmursa, zaten belə olmalı deyil. Uşaq oyunu qurmalıdır, mütəxəssis həmin oyuna daxil olmalıdır. Bir-birinizə, yəni vəhdət təşkil edə bilmirsinizsə, burada bu o deməkdir ki, artıq burada əməkdaşlıq yoxdur. Və valideynlə də həmçinin. Valideynlə danışdıqda sizin mütəxəssislə valideyn arasında əməkdaşlıq olmalıdır. Hər ikisi bərabər çalışmalıdır, işləməlidir. Hər seans ərzində uşaqda davranış problemi işlənilirsə, onun səbəbi, kök səbəbi araşdırılıb tapılıb, o işlənirsə, valideynlə də bunun danışığı aparılmalıdır. Valideynə hər detal verilməsə də müəyyən yönləndirmələr olmalıdır və ev tapşırığı mütləqdir ki, verilməlidir. Necə ki, seans ərzində 1-45 dəqiqə siz sadəcə təlim qoyursunuz, araşdırırsınız bir mütəxəssis kimi, amma bunun ardını valideyn evdə tamamlamalıdır. Belə, başqa bir... Sevda xanım, üzr istəyirəm. Biz açar sözü dinləyirik. Bəli, bizim açar sözümüz olacaq. Ən sonunda mən o açar sözü sizə deyəcəm və bu açar sözü vasitəsilə siz həm sertifikat istəyirsinizsə, bizim ümumiyyətlə sertifikatımız sonda, təlim sonumuzda, ödənişli təlimlərimizin sonunda təqdimat vasitəsilə veriləcək. Amma əgər istəsəniz ki, bu dərsdən də sizin sertifikatınız olsun, müəyyən bir simvolik belə deyək, məbləğlə əldə edə biləcəksiniz. Amma bunu ən sona qədər qalanlar biləcək, çünki ən sonda mən açar söz deyəcəm. O açar sözü bizə yazaraq, inama yazaraq əldə edəcəksiniz. Və həmçinin açar sözü deyənlərə və gün boyu, bu günün sonuna qədər qeydiyyatdan keçənlərə bizim 10% endirimimiz olacaq. Məncə hər şey... Materialımızda hədiyyə olunacaq, ancaq açar sözü yazanlara. Bəli, ancaq açar sözü yazanlara bizim material hədiyyəmiz olacaq, PDF şəklində sizə göndəriləcək. Belə. Açar söz deməmsinizsə? Bəli. Açar söz deməmsinizsə? Açar sözü mən ən sonda deyəcəm. Sona qədər qalanlar həm sertifikat ala biləcəklər, bu gün sonuna qədər, saat 12-yə qədər qeydiyyatdan keçənlər 10% indirim əldə edəcəklər, həmçinin material hədiyyə olunacaq. 10% nə qeydiyyatından keçirik də? Bizim hal-hazırda uşaq psixologiya kursumuzun ilk onlayn dərsidir ki, bu ödənişsizdir. Amma bizim dərslərimiz 8 moduldan ibarətdir. Həftədə bir dəfə keçiriləcək. Həm canlı, həm onlayn şəkildə. Onlara qoşulduqda isə siz ödəniş məbləğ ödəməlisiniz. Belə qoşulacaqsınız. 2 aylıq uşaq psixologiya kursumuzdur. Həftədə bir dəfə keçirilir. 6-cı günlər canlı olacaq mərkəzimizdə. 4-cü günlər, yəni bu vaxtda isə onlayn keçiriləcək. Aktiv iştirak etdikdə işə götürmə kimi şans var, inamda. Bunu xanım müəllimə bilər, bunu mən dəqiq deyə bilmərəm. Amma ki, siz əldə etdiyiniz sertifikatla istənilən, yəni çünki rəsmi sertifikatdır və inamın keçdiyi kurslar da bəlli məsələdir ki, yəni keyfiyyət baxımından necədir, istədiyiniz yerə müraciət edə bilərsiniz. Aydınız olsun. Buyurun. Belə, qayıdaq ki, bu valideyn və mütəxəssislərin etdiyi səhvlərdən biri də olacaqdır ki, yaşa uyğun olmayan gözlənti qoymaq uşaqlara. Yaşa uyğun olmayan gözlənti nə deməkdir? Yəni, əgər valideyn olaraq, tutaq ki, siz valideynsiniz, sizin 3 yaşında uşağınız var, amma siz istəyirsiniz ki, o hər duyğusunu ifadə eləməyi bacarsın, 8-9 yaşında kimi özünü aparsın və yaxud da lap böyük 12-13 yaşlı bir uşaq kimi özünü aparsın. Hər istədiyini rahat şəkildə desin ki, bu biraz absurd bir şeydir, biraz çətin bir şeydir. Yəni 3 yaşında uşaq onun duyğusunu ifadə etməyi böyük uşaqlarla müqayisədə təbii ki, biraz çətin olacaq. Çünki o hələ həyatda yenidir, tam adaptasiya ola bilməyib. Hər qarşılaşdığı hadisədə necə reaksiya verəcəyini tam da bilmir. Bunu ancaq
belə deyək, ətrafındakı insanlara baxaraq öyrənəcək. Rol olaraq kimi rol model aldığı önəmlidir. Ola bilər ki, evdə misal üçün ola bilər deyil, belədir. Evdə ana atanı görərək onları rol model alır uşaq. Və özündə müəyyən davranışlar belə deyək, yaradır, formalaşdırır. Və hər yaşda sırf o misal üçün həmin yaşlarda da əgər həyatda yenidirsə, o hələ davranışları yeni öyrənirsə, burada da önəmlidir ki, onun üçün biz necə rol model oluruq. Biz evdə öz davranışlarımızla əslində buna tərbiyə modeli deyirlər. Amma sadəcə ana atanın verdiyi deyil o tərbiyə. Yəni tərbiyə əslində uşağın özünü formalaşdırmasıdır. Ətraf mühitin bura çox rolu var. Uşağın nəyi götürmək istədiyi, nəyi qazanmaq istədiyi, onun məqsədi burada önəmli belə deyək faktordur. Çünki eyni evin içərisində ola bilər ki, 2 və yaxud da 3 uşaq böyüsün, eyni ata tərbiyəsidir, amma hər üçü fərqli olsun. Hər üçü fərqli olacaq. Çünki belə deyək, onların götürümü fərqlidir. Ola bilər ki, bəziləri eyni hadisədən fərqli cür belə deyək təsirlənir. Ola bilər ki, biri ümumiyyətlə reaksiya vermir, çünki içinə qapanıqdır. Tutaq ki, ana-ata problemi var evdə. Daima mübahisələr baş verir və müəyyən yaş aralığında da 3 uşaq var. Həmin uşaqlar həmin hadisəyə fərqli cür reaksiyalar verəcəklər. Biri içinə qapanaraq tamamilə reaksiyasız qalacaq, amma əslində içində yaşayacaq. Biri ola bilər ki, dəri qoparması başlasın yavaş-yavaş, stresini öz bədənindən çıxsın. Birində də ola bilər ki, aqressivləşsin, aqressiyasını elə öz valideyni üzərində belə deyək, həyata keçirsin. Ana, ata üzərinə belə deyək, gələrək öz aqressiyasını göstərsin. Görürsünüz, yəni eyni ana atadır. Hər üçündə də fərqli tərbiyə deyil ki, eyni tərbiyədir, eyni belə deyək, davranışları görür. Uşaqlar bir hadisəyə fərqli reaksiyalar verə bilirlər. Yaşa uyğun olmayan gözləntinin biri də misal üçün nə ola bilər? Valideyn var idi, gəlmişdi mənim yanıma. Deyir ki, mənim uşağım başa düşmür. 6 yaşı var, yox 5 yaşı var. Mən onu deyir qoymuşam məktəbə qədərə və oturmur. Oturmaq istəmir, oynamaq istəyir. Ən böyük problemlərdən biri də budur ki, biz uşaqları bəzən oyundan tez qoparırıq. Tamam, ola bilər ki, 5 yaşında uşaq artıq məktəbə hazırlaşa bilsin. Amma onun belə deyək, zehin yaşından, əqli yaşından çox şey asılıdır. Ola bilər ki, o artıq hazırdır məktəbə və məktəbə qədərə gedir, oturub dərs oxuya bilir, ətrafa uyğunlaşa bilir, fikri dərsdədir, amma ola bilər ki, hansısa bir 5 yaşında uşaqdır, eyni belə deyək, eyni reaksiyanı biz görməyək, o uyğunlaşa bilməsin, ağlı fikri qalıb ancaq oyunda. Biz həmin uşaqdan belə deyək, yaşa uyğun olmayan gözlənti olaraq gözləyə bilmərik ki, o məktəbə hazırlaşsın, uyğunlaşsın. Belə halda biraz ertələyə bilərik. Onun məktəb yaşını ertələyə bilərik. Hər uşaqda çünki bu fərqlidir. Bizim də ən böyük problemlərimizdən biri 5 yaşında uşağı məktəbə qədərə qoyub, ondan sırf dərs etməsini istəməkdir. Təbii ki, bunu bölə də bilərik. Gün ərzində, misal üçün, ola bilər ki, oyuna da müəyyən bir vaxt ayrılsın. Əgər o kompensasiya olunursa, ana ilə, ata ilə müəyyən qədər, uşağın ehtiyacı qədər belə vaxt keçirilə bilirsə, dərsləri də düşünürəm ki, qaydasında olacaq. Amma o balansda qorunmalıdır. Və başqa bir belə deyək, kritik səhvlərdən biri də ola bilər ki, bütün uşaqlara eyni yanaşmaqdır. Yəni bizim evdə uşaqlarımız var, tutaq ki, 2 uşağımız var, hər ikisinə eyni cür yanaşmadır. Bayaqkına bənzəyir biraz yaşa uyğun olmayan gözləntidə dediyimə. 2 uşaq hər ikisi fərqli belə deyək, zehin yaşına sahib ola bilər. Və yaxud da keçən dəfə tələbənin dediyinə görə ikizdir. İkisi də eyni yaşdadır, amma fərqli belə deyək, zehin yaşları var. Əqli cəhətdən, qavrama cəhətdən biraz fərqlidirlər. Biz həmin uşaqlara eyni cür yanaşa bilmərik.
Çünki ikisini də apardıq tutaq ki, bir sinifə qoyduq, eyni məktəbə qoyduq. Hər ikisi dərs öyrənmək filan, bunlar biraz orada qarışıqlıq yarana bilər. Ola bilər ki, biri tam qavrasın, hətta yəni irəli də gedə bilər. Amma ola bilər ki, digəri bunu çatdıra bilməsin. Çünki onun zehni yaşı biraz belə deyək, altda qalmış ola bilər. Bu o demək deyil ki, eyni yaşdadırsa biz uşaqlara elə yanaşırıq. Və yaxud da tutaq ki, mütəxəssisdir, onun yanına eyni problemlə 2 uşaq gəlir. Evdə ana-ata mübahisəsi ilə 2 uşaq gəlir, amma ki biz onlara eyni cür yanaşa bilmərik, çünki hər ikisində ola bilər ki, özünü fərqli cür büruzə versin. Birində göstərsin özünü dırnaq yeməklə, birində özünü göstərsin davranış problemi olaraq aqressivləşməklə, ananı, atanı vurmaqla, dağıtmaqla, belə. Biz hər ikisinə eyni cür yanaşmayacağıq. İkisinin də belə deyək, seans xəritəsi, yol xəritəsi fərqli olacaq. Hər ikisi üçün ayrı cür bir seans planı qurulacaq, həmçinin onların valideynləri ilə. Birində əgər biz müşahidə planı veririksə, tutaq ki, dırnaq yemədirsə, digərində davranış olaraq davranışı müşahidə etmə blankı tamamilə fərqli olacaq. Belə. Və başqa bir səhvlərdən biri də çox vaxt olur. Emosiyanı deyil də davranışı idarə eləməyə çalışmaq. Yəni biz emosiyanı görürük uşaqda ki, ağlayır, artıq ağlama krizindədir uşaq. Biz onun emosiyasını görmürük, yəni sus deyərək. Görməmək nə deməkdir? Yəni onun emosiyasını stoplamaq. Və davranışı idarə eləyirik. Yəni o ağlayırsa hal-hazırda onun nə hiss elədiyinə fikir vermədən susturmağa çalışırıq. Və yaxud da bunu necə deyərdim? Tutaq ki, bir oyuncaq verərək onun ağlamağını dayandırmaq belə emosiyanın stoplanmasıdır. Yəni həmin anda siz uşağı qucağınıza götürərək emosiyasını gördüyünüzü, bunu qəbul etdiyinizi ona desəniz, sadə görünür. Bəlkə də deyirsiniz ki, bu işə yaramır, amma yerin yoxlayın. Onun emosiyasını görsəniz, başa düşürəm, əsəbisən və yaxud da balaca uşaqdır, 4 yaşı var, 3 yaşı var. Gecə yuxusundan qabaq ağlamağa başlayıb istəmsizcə, bilmirsiniz nədir, nə məsələdir. Çox güman ki, yorğunluqdur bu, günün yorğunluğudur. Sadəcə uşaq öz emosiyalarını idarə edə bilmir deyə. Bilmir ki, o yorğunam deməyi necə ifadə etsin. Buna görə başlayır ağlamağa, özü də bilmədən. Və həmin anda biz ona belə deyək, qucaqlayaraq, emosiyasını qəbul etsək, yorğunsan, bax ona görədir. Bilirəm ki, bugün biraz yorucu olub, çətin olub. Onun emosiyasını görsək, bundan sonra bəlkə davranışını idarə edə bilərik. Zaten davranış dəyişiləcək. Yox, əgər onu görməsək ki, hə, tamam, yorğunsan, ola bilər də, bütün zaten əksər analar, valideynlər belə yanaşırlar uşaqlarına. Tamam, yorğunsan, ona görədir, filan heç demədən birbaşa yatmağa. Ağlayırsan, yox, sus, ağlama, yatırıq indi, girdin yeri və yatırsan. Amma halbuki o heç yuxuya keçid eləyə bilmir. Çox valideyn müraciət edir ki, yuxu problemimiz var, yuxuya keçidimiz yoxdur bizim. O yuxuya keçid üçün heç olmasa biraz bir müddət lazımdır. Ən azından 10 dəqiqə, ən az 10 dəqiqə lazımdır. Öz uşağı ilə rahat əgər vaxt keçirməsə valideyn, demək olar ki, 2 saatından ola bilər. Yəni o 2 saatı qurban verməkdənsə, 10 dəqiqəni qızıl vaxt kimi özümüzdə saxlamaq daha yaxşı olar, düzdürmü? Həmin o 10 dəqiqəni qızıl vaxt olaraq dəyərləndirirsiniz, uşağınızla səmərəli vaxt keçirirsiniz, faydalı bir vaxt keçirirsiniz, qucaqlama olsun, belə deyək, yatmazdan öncə, müəyyən yaş təbii ki, bura aiddir. Qucaqlama olsun, onun hisslərini qəbul edərək günün yorğunluğundan danışmaq olsun, hisslərini qəbul edirik və ondan sonra artıq onu yuxuya hazırlayırıq. Və yaxud da əgər fiziki yorğunluqdur, təbii ki, fiziki yorğunluq da bura aiddir, həmin anda ona belə deyək, yumuşaq toxunuşlarla masajlar da edə bilərik. Uşaqlara, əllərinə, qollarına, ayaq hissələrinə baskılar edərək onu rahatlatmağa çalışırıq, yuxuya hazırlayırıq. Burada biz artıq davranışı zaten dəyişmiş olacaq. Heç idarəsinə,
əlavə bir vaxt sərf etməyə də ehtiyacımız olmayacaq. Mütəxəssislər nə edirlər? Emosiyaları yox saymaqla. Əgər yeni başlayan mütəxəssisdirsə, seansı idarə edə bilmirsə, ilk öncə o biraz ola bilər ki, dayansın, biraz özünü itirsin. Ağlayan uşağı qarşıladıqda o bilməyəcək ki, neynəsin. Sırf oyunla uşağın başını qarışdıracaq ki, aha, ana ordadır. Qapının kənarında da o eşidir. Əsas odur ki, ana yəni görsün ki, uşağı sakitləşdi. Vacib deyil ki, uşaq sizin seansınızda sakitləşsin. Yəni həmin dəqiqə sussun. Ağlamanın dayanmağı sizin terapiyanızın başlamağı demək deyil. Ağlamanın dayanmağı siz nəyisə həll etmisiniz demək deyil. Mütəxəssislərə aiddir. Orada ağlayaraq ola bilər ki, seansın sonuna qədər bu davam eləsin. Təbii ki, istəmərik ki, uşaq 45 dəqiqə ağlasın. Amma ki, ola bilər ki, sadəcə bununla rahatlayır uşaq. Və ona icazə vermək lazımdır ki, o bu hisslərini çölə vura bilsin. Və siz ananın o davranışından qorxmamalısınız. Çəkinməməlisiniz ki, mənim uşağımı sustura bilmədi mütəxəssis. Əksinə, siz onu maarifləndirməlisiniz ki, məqsəd orada uşağın ağlamağını dayandırmaq deyil. Yəni, zaten səhv orada başlayır, oradadır. Əksinə, siz valideyni yönləndirməlisiniz ki, evdə də bu baş verəndə siz onu dayandırmayın. Gözləyin, bir rahatlasın, özünü ifadə etsin, ağlasın, sakitləşsin. Ondan sonra zaten nəyə görə olduğunu oyun terapiyası sırasında sizə demiş olacaq. Özünüzdə istəmsizcə. Belə. Mütəxəssislər ən çox bundan biraz çəkinirlər. Və onun təsirinə düşürlər, seansın idarəsini itirirlər. Oyun terapiyasına keçirlər, oyunu qoyurlar uşağın qarşısına və istəyirlər ki, ağlayan uşaq oyuna daxil olsun. Amma əslində elə deyil. Gözləyirsiniz, tamam, ağlaya bilərsən, normaldır, sakitləşəcəyik. Bəlkə də buna görə ağlayırsan, alternativlər veririk. Bəlkə də belə bir şey baş verib, ya ana ilə arasında nəsə olub, ola bilər ağlamağın buna görədir. Uşaq dayanır, düşünür ki, qarşısındakı onu başa düşür. Buna görə də mütəxəssislə uşağın arasında artıq bağ yaranır. Əgər sizin mütəxəssis olaraq sizin uşaqla aranızda o bağ yaranmadısa, sizə güvənmədisə, sizin zaten oyuna keçməyiniz, terapiyaya başlamağınız biraz çətin olacaq. Belə. Səbəbi anlamadan müdaxilə etmək də yanlış yanaşmadır. Yəni, səbəbi anlamıraq, yenə eyni şeylərə gəlib çıxırıq. Zaten indi hal-hazırda bundan danışırdım. Biz səbəbi anlamadan müdaxilə ediriksə, davranış ola bilər itsin, problemsiz. Görünsün ki, siz artıq nəyisə həll elədiniz, mütəxəssislər. Siz nəyisə həll eləyə gedir, 4 seansdan sonra, 5 seansdan sonra davranış anidən itdi. Ola bilər valideyn saxlasın, ola bilər ki, davamında, ikinci seansınızda həmin davranış yenidən geri qayıtsın. Nə yapmışsınız? Kökünü araşdırmamışsınız. Uşaq hep valideyn uşağını göndərib seansa, amma siz valideynlə danışmamışsınız. Sadəcə seansları aparırsınız, uşağın üzərində işləyirsiniz. Valideyn sadəcə bir kəlmə deyib ki, bu problem var, çox ağlayır, istəmirəm ağlasın və yaxud da bu davranışı var, istəmirəm ki, belə bir davranış sərgiləsin. Bunun üstündə işləyin. Siz buna necə müdaxilə edə bilərsiniz, səbəbini bilmədən? Siz ilk öncə onun valideynini danışmalısınız, araşdırmalısınız, anamnez toplamalısınız, ailə sistemini öyrənməlisiniz, ailə mühitinə bir nəzər salmalısınız, ana-ata problemlərini, ana-ata ilə bir-biri ilə necə davranır, bunları müşahidə eləməlisiniz. Müşahidə necə? Yəni danışaraq təbii ki. Ona görə də mən çox vaxt deyirəm ki, valideyn seanslarda olmalıdır. Əgər, misal üçün, 3 dəfə mən uşaqla seans keçirəmsə və yaxud da 4 seansım olubsa, həmin 4 seansdan sonra bir seans mütləq valideyn seansı olur. Valideynlə də, çünki biz işləməliyik. Yoxsa uşağı düzəldə bilmərik və yaxud da işləyə bilərik təbii ki. Amma ki, həmin psixoloqun düşünürəm ki, biraz iş keyfiyyəti aşağı düşmüş olar. Valideynlə işləmədikdə. Belə. Ümumiyyətlə, mütəxəssislər arasında uşaqla bağ qurmaqda çətinlik çəkənlər olur.
Çünki ilk öncə uşaqla bağ qurulmadan birbaşa terapiyaya keçənlər olur. İlk öncə uşaqla əgər sizin seansınıza gəldisə, siz terapiyaya başlamağa tələsməməlisiniz. Gözləməlisiniz ki, o sizinlə sizi müşahidə eləsin ilk öncə uşaq, ondan sonra sizə güvənsin. Həm siz onu müşahidə edirsiniz, eyni zamanda həmçinin uşaq belə sizi müşahidə edir seanslarınızda. Siz bəlkə fərqində deyilsiniz. O bilmək istəyir ki, sizə güvənə bilərmi və yaxud da sizin hər danışdığınız gedib valideynə çatarmı? Yəni gedib ondan eşidəcəkmi? Valideynlər var ki, psixoloqum dedi, artıq orada güvən zədələnir. Uşaq gələn dəfə sizinlə danışmaq istəməyəcək. Real case olaraq, misal üçün, mən işlədiyim uşaqlardan sizə misallar çəkmək istəyirəm. Uşağın biri nə var idi? Həm bağça şəraitində idi, bağçadaydı. 4 yaşı var idi. O hər gün bağçaya mütləqdir ki, bir oyuncaqla gəlirdi. Hər gün bir oyuncaq aldırırdı atasına. Və o oyuncaq alınmasa, həmin günü bağçaya gəlmirdi, girmirdi. Onu qapıdan içəri sala bilmirdilər. Və biz başladıq seanslarımıza. İlk öncə təbii ki, onun bağlanma müddəti oldu. O mənə güvənlə bağlandı. İlk seansda hətta danışmırdı da. Mənlə danışmaq istəyirdi. Çünki bilirdi ki, niyə görə ora gəlib. Onun anası ona demişdi ki, sən niyə görə psixoloqa gedirsən? İlk seansda mən onun üzərinə çox getmədim. Biz sadəcə bir müşahidə elədi, otaqda istədiyi oyuncaqlara baxdı, oyununu seçdi. Ondan sonra mən onun oyununa daxil oldum. Mütəxəssis gözləməlidir. O uşağın qarşısına o qoymalı deyil. Təbii ki, seçim sizindir. Sizin otağınızda olanları siz seçmisiniz. Zaten siz istəyirsiniz ki, uşaq bununla oynasın, ona görə qoymusunuz ora. Amma icazə verməlisiniz ki, uşaq özü seçim eləsin. Və sonra siz onun oyununa daxil olursunuz. Başlayırsınız artıq onunla oyun terapiyası vasitəsilə də danışmağa. Və bir neçə seansdan sonra artıq bizim qoyduğumuz qaydalarla, çünki biz valideynlərlə də çalışırdıq, ev sistemini dəyişirdik. Ev sistemini dəyişdikdən sonra artıq onun o almaları tədricən azaldı. Birdən-birə də deyil, tədricən azaldı və ondan sonra o mükafat sistemini qurduqdan sonra biz həftədə bir, sonra isə ayda bir mükafatlandırmağa keçdik. Buna görə də ailə sistemi önəmlidir. Biz ailəni düzəltməsəydik, bu nəticəni ala bilməzdik. Belə. Düşünürəm ki, dediyim real case'lər olaraq da davamını gətirərək mən istəyirəm ki, bir-iki sual qəbul edeyim. Amma bayaq bir sual verdiniz. Fərid xanım idi. Deyəsən, nə dediniz? Neyroinkişaf pozuntuları olan uşaqlarda refleksoloji masajlar olarmı dediniz. Bunun belə deyək, elmi sübutu yoxdur. Kömək olar deyə bir elmi sübutu yoxdur. Yəni ola da bilər, olmaya da bilər. Nəyə görə olar? Emosional tənzimləmək üçün olar. Emosional onun o ehtiyacını qarşılamaq üçün eləyə bilərlər. Valideyn də eləyə bilər, hansısa bir mütəxəssis də eləyə bilər, amma bu sadəcə emosional onu tənzimləyəcək, sakitləşdirəcək. Amma sırf yəni bu terapiyadır, bu inkişaf etdiricidir deyə bilmərəm. Belə. Yenə biraz təkrar edeyim, bəlkə sonradan qoşulanlar olub. Bizim açar sözümüz olacaq. Sonda deyəcəm mən açar sözü sizə. Siz bu vasitəsilə həm real case'lərdən ibarət CBT materialı əldə edəcəksiniz. PDF şəklində göndəriləcək sizə. Həmçinin bizim ödənişli dərslərimizdən sonra təbii ki, bizim sertifikatımız olacaq. Təqdimat vasitəsilə veriləcək qatılanlara. Amma ki, bu dərsimizdən də sertifikat əldə edə bilərsiniz. Təbii ki, simvolik bir məbləğ qarşılığında. Bunun üçün inama yazacaqsınız inamın nömrəsinə, həm də aktiv iştiraka görə. Yazacaqsınız, əldə edəcəksiniz. Həmçinin açar sözümüz vasitəsilə siz gün sonuna qədər yazılanlara təbii ki 10% bizim endirimimiz olacaq. Dərslərimiz bizim 2 ay müddətində olacaq, 8 moduldan ibarətdir. 2 ay müddətində həftədə bir dəfə həm canlı keçiriləcək, həm onlayn keçiriləcək.
Canlı dərsimiz mərkəzimizdə olacaq, İnam Psixoloji Mərkəzində. Onlayn dərslərimiz isə bugünkü gündə 2 saat ərzində keçiriləcək. Təbii ki, müddət biraz qarışıq məsələdir. Belə, kimin sualı var? Böyle biraz suallardan alım. Görüm yazanlarınız var mı? Açar söz indi deməmişəm, ən sonda deyəcəm. Salam müəllimə, axşamınız xeyir. Sual vermək istəyirdim. Buyurun. Müəllimə, mən ali təhsili ixtisasını bitirmişəm. Hal-hazırda sertifikasiya alaraq bir çox kurslara gedərək mən uşaq psixoloqu kimi işləyə bilərəm. Haranı bitirmisiniz dediniz? Ailə və ev təhsili ixtisasının kollecini bitirmişəm. Ailə və ev təhsili. Belə deyək, mən əslində belə deyək, əgər psixologiya bitirməmisinizsə, necə deyim, yəni sırf psixoloq kimi işləmək deyil, amma pedaqoq olaraq deyə bilərəm, işləyə bilərsiniz, amma sırf psixoloq kimi ixtisasınızı artırsanız daha gözəl olar. Logoped kursunda falan amma çalışa bilərəm da. Yəqin uşaqlarla işləmək. Bilirsiniz necə? Öyrəndikləriniz elədir ki, öyrəndiklərinizlə hər yerdə çalışa bilərsiniz. Çünki doludur. Uşaq psixologiya kursumuzda mən çox кейslər verirəm. Siz belə praktik çox şeylər öyrənirsiniz. Seanslara girmiş qədər olursunuz hətta. Çünki real keyslərlə biz praktik biliklərimizi artırırıq. Təbii ki, işləyə bilərsiniz. Amma ki, belə deyək, təhsil cəhətdən də artırsanız, psixologiya oxusanız daha gözəl olar. Bir sual da vermək istəyirəm sizə. Əgər bir mütəxəssis kimi mənə yaxınlaşıb sual versələr ki, əgər ailədə uşaq böyüdən zaman ata qışqırdan olarsa, ana sakit olarsa, böyüyən uşağın nə dərəcədə aqressiv olma ehtimalı var? Yəni faizi yüksəkdir. Yəni siz deyirsiniz ki, ailədə ata çox qışqırır, ana olsun da sakit, amma qışqırır, yəni o aqressiya o evdə var. Yəni öz körpəsi ilə empati qurmağa çalışır, amma yenə də yəni ətrafda qışqırıqlar, yəni Uşaq yenə də aqressiv olacaq, amma onda belə bir həyat məqsədi formalaşa bilər ki, mən anamı qorumalıyam. Belə. Buyurun. Yaxşı. Oldu, çox yazanlar var mı? Açar sözü ən sonunda deyəcəm. Narahat olmayın. Salam Sevda xanım. Salam. Bu səhvləri təkrar etməyinizi istəyirəm bir başlıq olaraq. İlk öncə dedim ki, mən yaşa görə danışıb problem kimi görmək. Mən görürsünüz. Donduz. Məndə də bilmirəm tək. Qeyd etmişəm, qeyd etdiklərimi deyirəm sizə. Valideynlərin və mütəxəssislərin etdiyi işlər bunlardır. Davranışı problem kimi görmək, amma səbəbi yox. Yazırsınız siz? Bəli, qeyd edirəm. Davranışı, sonra yaşa görə, yaşa uyğun olmayan gözlənti qoymaq uşaqlara. Sonra bütün uşaqlara eyni cür yanaşmaq. Emosiyanı deyil də, davranışı idarə etmək. Və səbəbi anlamadan müdaxilə etmək. Mən görünməsəm mənə deyin, mən hal-hazırda suallara baxıram. Görünürəm? Bəli, görünürsünüz. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Salam Sevda xanım, necəsiz? Çox sağ olun, siz necəsiz? Sağ olun, can yaxşıyam. Sevda xanım, mənim qızımın 5 yaşı var. Ondan kiçik də 2 yaşında qardaşı var. Yəni bu qardaşına çox tanıdınız cana. Çox davalar olur da falan. Bu psixoloqu da aparmışam, düzəlmir. Yenə başlayıb eyni. 2 ay apardıq, yaxşı oldu. Yenə eyni. Gecələr durur, aqressivlik eləyir. Qardaşına yola getmir. Qısqanclıq olaraq görürsünüz, yoxsa necə? Qısqanclıq.
Bəli, bəli, qısqanclıq. Məsələn, mən oyuncaq almışam, dünən onlar üçün. İkisi üçün də eyni almışam. Eyni rəng, eyni şey. Yəni belə seçilmək mümkün deyildi. Yenə kənarında bir sınıq bir şey tapıb ki, onunki fərqlidir, mənimki fərqli. Bunun üstündə dava düşür. Mikrofonlara diqqət edin, səslər qarışır. Aha. Siz ümumiyyətlə əvvəlindən bacı qardaş və yaxud da fərqi yoxdur, yəni qardaş cinsiyyət olaraq fərqi yoxdur. Belə deyək, uşaqlar arasında qısqanclıq olmasın deyə nə etmək lazımdır? Əgər böyük uşaq heç bütün diqqət onda olur, bütün diqqətimizi, sevgimizi biz ona həsr edirik, veririk. İkinci uşaq doğulduqda əslində qınanılası bir mövzu deyil. Valideyn özü də çaşbaş qalır, bilmir hansını çatdırsın və sevgisini necə paylasın, onu da bilmir. Ona görə də orada biraz problem yaşayır. Artıq yeni gələn fərdə bütün diqqət ona yönəlir. Burada nə etmək lazımdır? Uşağa əvvəlindən elə. Balaca uşaqla əgər məşğul oluruqsa, böyük uşağı ora daxil eləməliyik. Balaca uşağa baxdığımızda gəl bərabər baxaq, bərabər onunla məşğul olaq, bərabər yedirək. Yəni onu daxil eləmək lazımdır. Həmin işlərin içərisinə. Və təbii ki, o sevgi məsələsindəki sevginizi necə göstərirsiniz? Balaca uşaq əgər sizin qucağınızdadırsa, təbii ki, böyük dediyimizdə 3 yaş böyükdür, 2 yaş böyükdür. O uşaq istər-istəməz təbii ki, qısqanar. Dünənə qədər onu qucaqlayırdılar ancaq. Yəni, amma indi ananın qucağında başqa uşaq var. Yəni, onu bacı, qardaş sevgisi olaraq tam qavraya bilmir axı, tam qəbul edə bilmir. Mənim anamın qucağında başqa uşaq var artıq. İstər-istəməz orada qısqanclıq başlayacaq. Yəni normaldır. Məsələn, yemək qoyuruq qabağına. Birinci ona niyə qoydun ki, küsəcək qoyub oturacaq 2 saat ki, evin küncündə ki, birinci yeməyi onun qabağına qoyuruq. Yəni əvvəlindən olsa çalışın ki, hər ikisini eyni cür yanaşın və yaxud da qısqanclıqda misal üçün onu çağırın, digərini də çağırın, bərabər bir zaman keçirin. Telefonsuz bir gün ərzində ən az 20 dəqiqə vaxt keçirilməlidir uşaqlarla. Sırf bir dənə bunu eləyin, özünüz görəcəksiniz. Hər şeyi söndürürsünüz, televizor, telefon, hər şeyi söndürün. Gün ərzində 20 dəqiqə oturun, uşaqlarınızla oynayın. Çox problemi həll edir. Buyurun, buyurun. Tamam canım, çox sağ olun. Buyurun Məzin. Bir dənə sual oxuyun. Deməli, bəlkə də mövzulardan kənarda uşaqların məktəbə nisbətən laqeyd münasibət göstərməsinin səbəblərindən biri kimi uşağın valideynlərinə hədsiz bağlılığı əlaqələndirmək olarmı? Belə deyək, məktəbə əgər belədirsə, yox. Əgər evdən tam o doyumu ala bilməyibsə, fikri qalır evdə. Ola bilər, düzdür, bağlılıq həddindən artıq bağlılıq olsun. O da necə? Çünki tam belə deyək, orada doymayıb anadan. Sırf anan deyə bilərəm. Çünki ən çox baxanı olur bizim, yəni millətdə belədir. Tam orada o doyumu yaşamayıb, emosional biraz acılığı qalıb deyə. O bağlılıq yox, amma artıq onda bağımlılıqdır. Və yaxud da ki, zaten bu qucaq dönəmi var, müəyyən o qucaq dönəmi ki var. Əgər biz ona diqqət eləksək əslində, sonradan bu bağımlılıq baş vermir. Siz o göbək bağını çoxdan kəsib atmış olursunuz. Görünməyən göbək bağından gedir söhbət. Çoxdan kəsib atmış olursunuz. Müəyyən bir müddət ki var, orada sırf uşağa bütün yəni diqqət, onun belə deyək, qayğısı tam qaydasında olmalıdır. Qucaq da tam yerindədirsə, ki deyirlər ki, qucağa götürmə öyrəşəcək, boş söhbətdir. Hətta ana ilə uşaq arasında dəri-dəriyə dəyməlidir. Yəni onlar o vaxtı keçirməlidirlər. Zaman birlikdə çox vaxt keçirməlidirlər. Müəyyən, mən 6 ay deyərdim buna, həmin o 6 ay dönəmini mən dediyim kimi keçirən varsa, sonradan uşaqla bağımlılıq olmur. Əgər bağımlılıq varsa, mütəxəssisə müraciət edir. Hətta deyərdim 5-6 seansa bitən bir şeydir, bağımlılıq məsələsi. Bəli, yəni nəticə etibarilə bizim sualınızın cavabı bəli, bağlılıqla əlaqələndirmək olar. Amma başqa şeylər də ola bilər, səbəblər çox ola bilər. Ödəniş necədir? Yazıb məlumat ala bilərsiniz Günay xanım. Dərslərimiz çox maraqlı keçirilirdi. Xanım Məlimə və Əlin Ağayevdən dərs almışam, çox maraqlı idi. Təşəkkür edirik. Ali təhsil olmadan sertifikat ilə işə qəbul olmaq olarmı Sərdə xanım? Mən ali təhsil tərəfdarıyam, yalan deyə bilmərəm.
6 yaşlı uşağın əqli yaşını hansı testlə ölçürsüz? Məndə testlər var. Həmin testlərlə ölçülür. Uşağın özü məndən çox soruşurlar ki, onlayn eləmək olarmı? Onlayn uşaqları qəbul eləmirəm mən. Sən hifz nəsib olsun. Suallarınız varsa verin, mən də eyni anda oxuyuram, burada baxıram. Gözəl, aydın şəkildə izah edirsiniz. Təşəkkür edirəm. Mənim üçün ümumiyyətlə real кейslər önəmlidir. Çünki nəyə görə? Çox vaxt bizim tələbələrimiz biraz narahat olurlar ki, universitetdə nəzəri hissələrimiz çoxdur. Amma mən özüm Bakı Dövlətin İngilis bölməsində oxumuşam. Orada bizə belə deyək, nəzəriyyəni belə qalın kitabda deyildi. Misal üçün bunu da verirdilər. Belə bir şeylərlə verirdilər. Biz bunu öyrənirdik. Sonra bizim təbii ki, müəllimin insafından da asılıdır. Müəllimlərimizin əksəriyyəti də çox gözəl idi. Yəni əksəriyyəti demək olar ki, hamısı çox gözəl idi. Bizə real кейslərlə dərslər keçirdilər. Və hətta biz qəbul olduğumuz ildən etibarən işləməyə başlaya bilmişdik. Sevda Mənim xanım, işimlə bağlı. Buyurun. bir də real bir case sual vermək istəyirəm sizə. Biraz indi uzun ola bilər, əgər alınırsa sual verim. Deməli bir uşaqda, oğlan uşağı 6 yaşındadır. Anası ilə hər dəfə çölə çıxanda nə olur olsun bir oyuncaq alınmalıdır, bayaq dediyiniz kimi. Uşağın anaya qarşı bir aqressiyası var, hansı ki oyuncağı anasına atır, vurur anasını. Evin sonuncu uşağıdır, özündən böyük qardaşı və bacısı var. Bacısına yox, bir də qardaşına xüsusi bir aqressiyası var. Həmçinin uşaq deməli valideynlə bir yerdə psixoloq yanında olanda belə diqqət çəkəcək bir hərəkətlər eləyirdi, özünü ora-bura atırdı, bir yerdə durmurdu. Ancaq valideyn psixoloqun yanından çıxdığı andan uşaq sakit olurdu, hətta utancaq hərəkətlər sərgiləyirdi. Yəni suallar da olurdu. Bu, yəni nədir səbəbi? Hətta olub məndən belə bir uşağım olub ki, mən ona dərs keçmişəm, seanslar keçmişəm. Hətta həmin uşaq, mən dediyim, kənardan bir dəfə valideyn gördü, başqa bir valideyni gördü ki, öz uşağını qaldırdı qucağına. Yəni ona o cür baxdı ki, artıq orada hər şey bəlli oldu ki, əslində ana ilə olan sevgisindən bağlıdır. Ola bilər ki, o qardaş ki deyirsiniz, bilmirəm, özündən böyükdür qardaş, yoxsa yox, onu unutdum. Bəli. Aha, ola bilər ki, ana evdə həmin o sevgi sistemini tam qura bilməyib. Diqqətini paylamasında biraz problem olub. Və yaxud da bayaq dediyim kimi, yəni səbəblər çox ola bilər. Ola bilər ki, evdə sevgi məsələsi olsun ki, hər üçünə fərqli cür yanaşıb və yaxud da 3 fərqli uşaqdır. Ana çalışıb ki, hər üçünə eyni cür yaxınlaşsın, yanaşsın. Amma ola bilər ki, hər uşağın sevgidən anladığı başqa bir şeydir. Bundan olsun, diqqət cəlb eləmək üçün istəyir. Və yaxud da ana ilə ata arasında münasibətdə problemlər var. Daima mübahisələrlə dolu bir evdir. Sırf hirsini bundan çıxsın. Uşaq diqqət cəlb eləmək üçün özünü emosional olaraq doydurmaq üçün ancaq yığımcıldır da, yəni yığır. Elə uşaqlar da var ki, hətta çöldə nə görürlərsə evə gətirirlər, toplayırlar, yığırlar. Elə uşaqlar da var. Belə. Yəni altındakı səbəbi araşdırmaq biraz vaxt alır və valideynlə danışmaq lazımdır. Və uşağı görmədən, seans keçmədən də tam dəqiq deyə bilmirəm. Ancaq belə alternativlər deyə bilirəm sizə. Variantlar deyə bilirəm sizə. Salam Sevda xanım. Olar mən də bir sual verim. Birinci sinif şagirdidir. Tədrisin əvvəlində elə bil ki, gəlirdi məktəbə problemsiz də, ağlamırdı. Amma indi 2-3 aydır anasını görmədən anasından yapışıb qalır və qışqırır, dərsdən yarımçıq çıxıb gedir. Və soruşanda da deyir ki, mən getsəm anamı tapmayacağam, anam gedəcək evdən. Və soruşursan, niyə gedəcək, sonra nədən qorxursan, deyir ki, anamı maşın vurar, nə bilim, belə bu kimi sözlər deyir. Problem nə ola bilər görəsən? Qorxudur. Çox güman ki, mən düşünürəm ki, evdə belə bir şeylər baş verib ki, qorxudulub, uşağa deyilir. Çox uşağa elə sözlər
var da bizimkilər deyirlər. Bizim millət deyir ki, hə getməsən belə olar ya da bir gün nə bilim belə bir şey baş verər. Yəni uşaqları belə şeylərlə qorxudurlar. Ya da bu həmin uşaqda ümumiyyətlə narahat bağlanmadır da bayaq da danışmışdıq. Narahat bağlama tipinə bənzəyir. Ola bilər ki, hər hansısa bir gün həqiqətən evə gedib və ananın ya işi olubmuş, yəni hardasa olub, nəsə deyiblər ki, hə gələcək, amma necə deyim, yəni uşağa deyiblər ki, bu gün məktəbdəsən, sonra işdən məktəbdən çıxdın, getdin, ana evdədir. Ona elə söz verilib, beyni kodlanıb ki, mən gedəcəm, anamı evdə görəcəm. Amma uşaq gedir, evdə anasını görmür. Onun bütün elə bir ki, daxili aləmi, dünyası yıxılır. Yəni ona söz verilib, amma tutulmuyor. Ki, yəni dəqiqdirlər uşaqlar da. Yəni deyirsinizsə, o güvənin sarsılmamağı üçün o şey edilməlidir. Çox güman ki, onu görməyib, həqiqətən yanan iş olub, ya da ki, bir növ aldadıb valideyn bir dəfə yalanı ilə. Valideyn yalan ən pis şeydir. Uşaqlarda çox aqressiyaya səbəb olur. Güvən sarsıdıcı. Düşünürəm ki, belədir. Təbii ki, başqa şeylər də ola bilər, araşdırmaq lazımdır. Çox sağ ol. Buyurun, bir dənə sual oxuyum, sonra belə şifahiyyə keçək. Deməli, mənim işimlə bağlı valideynlərlə çox əlaqəm olub. Amma burada ən çox valideynlərin bəzilərində aqressiya, əsəb, ata ilə ananın bir-birlə münasibətlə bağlı olur. Bunu şifahi deyə bilərsiniz. Məsələn, A variant, uşaqlar evdə atanın anaya qarşı şiddətini görən, uşaq gedib bunu bağçada və ya məktəbdə və ya həyətdə dostlarına qarşı aqressiv olur. Bura qədər deyim sizə. Evdə əgər atanın anaya qarşı şiddəti varsa, uşaq istər-istəməz davranışı kopyalaya bilər. O da gedəcək evdə bunu göstərəcək bir şəraiti yoxdur. Ona görə bağçada üzə çıxacaq. O da gələcək öz yaşıdlarına, hətta daha zəif uşaqlara qarşı bunu sərgiləyəcək. Dostlarına qarşı da həmçinin. Bunu sərgiləyəcək, aqressiyası yaranacaq. Bu deməkdir ki, yəni zaten bizə artıq bəlli olur ki, evlə bağlı bir şeydir. Deməli, atada, anaya qarşı elədiyi hərəkətləri gördüyü üçün bu da uşaqların gələcəyinə ziyan vurur. Bəli, bu A variantı idi, bu ola bilər, düzgündür. Amma məsələn, B variantı olan uşaq, evdə atanın anaya qarşı olan sevgisini görən uşaqlar ətrafındakı həm yaşlıları ilə sevgi ilə böyüyür. Bunu sizə bildirmək istədim, yəni təşəkkür edirəm. Bəli, belədir. Buyurun. Üzr istəyirəm. Həmən o sualı mən ünvanlandırmışdım. İndi qoyun belə şifahi sizə deyim. Elə ora iki variant vermişdim. Bir yaxşı cəhətin, bir pis cəhətin. Mənfi xüsusiyyətini, yaxşı xüsusiyyətini. Yaxşı xüsusiyyətini düzdür, B-də vermişəm mən onu. Amma aqressiv, əsəbini vermişəm A-da. Mən B-ni onu göstərdim ki, yəni iki uşağın arasında seçim, müqayisədə. İkinci uşaq ona qarşı elə olmur da, yəni dostlarına qarşı sevgini görürsə evdə, həmən sevgini ətrafındakılara da göstərir. O məqsədlə. Yəni fikrimi elə bildirmək. Bilirsiniz necə, biz uşaqlarımızı ehtiyatla böyüdürük, düzdür. Bu aralar mən ən çox nəyi deyirəm? Evdə təbii ki, mübahisələr olur. Yəni hansı evlə mübahisə yoxdur deyə bilərik. Belə bir şey mümkün deyil. Yəni evdə mübahisələr ola bilər, amma əgər əlimizdədirsə, bunu gizlədək. Əlimizdə də deyilsə, necə eləyə bilərik? Planlı mübahisələr eləyə bilərik. Ana, ata plan qurur ki, mən bugün mübahisə eləyəcəyik. Uşağın yanında dalaşın. Amma planlı. Uşaq mübahisə eləməyi də öyrənməlidir. Bəli. Amma ki, bunu bir sizdən belə deyək, örnək alacaq deyə siz ona göstərməlisiniz ki, dalaşanda da necə dalaşılır? Yəni, belə necə deyim, əslində valideynləri də qınamıram. Əgər dava-dalaş varsa, onlar öz emosiyalarında ola bilər ki, idarə edə bilməsinlər. Və bu uşaq yanında baş versin. Həmişə yəni özlərini saxlaya bilirlər deyə biraz çətindir. Yəni, hər valideyn sistemi buna alışıq deyil, buna öyrəşməyib. Xoş olar ki, buna riayət eləsinlər. Amma etmədikdə arada bir o mən dediyimi, bu planlı mübahisəni yoxlamalıdırlar. Valideynlər yoxlamalıdır. Aralarında. Bəli. Təbii ki, sevgi ilə böyüyən uşaqlar ətrafına da çox belə sevgi sıçırlar filan. Amma bu evdə də sırf sevgi ilə böyüyürlər. Amma real həyata da keçəndə
Çox aqressiv olurlar. Yox, sırf sevgi ilə böyüyəni deyirəm. O barədə, başa Onlar düşdüm. artıq ətraf mühitə getdikdə, sosiala çıxdıqda elə bil ki, bir qapalı şüşənin altında böyümüş kimi hiss eləyəcəklər özlərini. Yəni hər şey sevgi deyilmiş görəcəklər. Çünki həmin ətrafında uşaqlar olacaq. Birinin ailəsində o aqressiya olub, həmin aqressiv uşaq da ordadır. Biri davranış pozuntusu ilə gəlir. Yəni fərqlidir. Ona görə də əslində hər variantı biz uşağa göstərməliyik qədərində. Təşəkkür edirəm. Çox sağ olun. Axşamınız xeyir Sevda xanım. Axşamınız xeyir, buyurun. Belə bir sualım var. Bizim məktəbdə 2 şagird 3-cü sinifdə oxuyur. 3-cü sinifə qədər çox yaxşı oxuyublar. Yəni oxuma bacarıqları da yaxşıdır və dərsdə öyrəniblər. Bu son aylarda həmin şagirdlər elə bil ki, oxumaqdan imtina ediblər. Müəllim nə qədər üstlərində çalışır, nə qədər istəyir ki, yəni bunlar oxusunlar, amma onlar elə bil ki, oxumaq istəmirlər. Bunun nəsə psixoloji səbəbi ola bilər? 3 fərqli ailədən gələn uşaqdan gedir söhbət. 2 fərqli, bəli. 2 fərqli. Həmin o 2 fərqli ailədirsə, deyə bilmərik ki, ikisində də eyni vaxtda eyni problemlər baş verib. Ola bilər ki, misal üçün bir uşaq desəydiniz, deyərdim ki, ola bilər ki, evdə nəsə yaşayıb, bəlkə də bilmirsiniz, boşanma halı və yaxud da boşanma söhbətləri gedir o evdə. Uşaq artıq nəyəsə yamaraq itib və yaxud da artıq toparlaya bilmir özündə, emosiyalarını toparlaya bilmir və onun dərsinə kömək eləyir. 2 uşaq bu müəllimin belə deyək müşahidəsidir. Ola bilər ki, ikisi eyni vaxtda təsadüf eləsin ki, hər ikisinin ailəsində nələrsə baş verir. Çünki bunun başqa bir izahı ola bilməz. Ailədən gələn bir şeydir. Nəsə bir problem var ki, səbəb var ki, davranışda bu özünü göstərir. Yəni səbəbsiz davranış olmur. Bildim, təşəkkür edirəm. Gündəlik tapşırıqları demək olar ki, hər gün hazırlıqsız gəlirlər. Yəni ailədə də maraqlansa o belə uşaqlar planlaşdırmayıblarsa, bərabər planlaşdırmayıblarsa, bu ailə ilə bağlı bir şeydir. Tamam, oldu. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Bir sual oxuyum, sonra şifahilərə keçək yenidən. Sevda müəllimə, bir yeniyetmə deyirsə ki, həyata hədəf və məna lazım deyil, boş olduqda daha yaxşıdır. Yemək, içmək üçün minimum imkanım olsa kifayətdir. Daha yaxşı üçün çalışmaq lazım deyil. Bu tip yeniyetmələrə mütəxəssisin yanaşması necə olmalıdır? Ümumiyyətlə biz, bəlkə izləyirsiniz yəqin ki, biz getdik insan məna axtarışında formuna, üzləşmə formuna getdik. Orada danışdıq ki, görəsən bu həyatın mənası nədir? Orada fürsət olmadı mən fikrimi deyim, amma çox istərdim ki, fikrimi deyim. Mənə görə həyatın mənası enerjinin bir-birinə çevrilməsidir. Yəni deyirək ki, həyatda hədəf lazım deyil, bir məna lazım deyil. Bəzi insanlar var ki, bunu belə məna olaraq görürlər. Baxır ki, həmin o uşaq yeniyetmə boş olduqda daha yaxşıdır. Onun üçün boşluq nə deməkdir? Yemək, içmək deyirsə, bəlkə yəni sırf ondan zövq alır. Ola bilər ki, bəlkə də gizli depressiyası var onun həmin anda və yaxud da ailə həmin uşaqla elə davranıb ki, hər şey qaydasında, uşaqlıqdan bəri nə istəyirsə o dəqiqə alınıb, nə istəyirsə əlinə verilib. O uşağın özünü inkişaf etdirmək üçün, belə deyək, mükafat sistemi düzgün qurulmayıb yəni. Hansısa bir hədəfə çatmaq üçün ümumiyyətlə o məqsəd, istək olmayıb. Çünki zaten nəyəsə belə deyək, çatmadan da əldə edib. Belə olanda artıq onda doyumsuzluq yaranır həyata qarşı. Bu gələcəkdə ona depressiyaya sala bilər. Ağır depressiyaya da gətirib çıxara bilər. Çünki bir valideyn belə ona belə deyək, təsir eləməyib, aşılamayıb. Tapmadım bu söz Azərbaycan dilində. Ona aşılamayıb ki, belə bir hədəflər var. Ki, mən belə düşünürəm ki, uşaqlıqdan belə gələ bilər. Ona görə də çox vaxt belə imkanların uşaqları deyək də, daha çox mən rastlaşıram. Hər şeyi ki, əldə edə bilirlər, valideyn nə lazım oldu o dəqiqə verir. Həmin uşaqlar daha çox depressiyaya meyilli olurlar. Çünki elə bir hədəfləri olmur, ehtiyacları olmayıb işləməyə və yaxud da ki, kifayətlənir. İndi bu variantda deyirsiniz ki, çalışdığım qədər daha yaxşı üçün çalışmaq lazım deyil.
Bilirsiniz necə? Daha yaxşı onun üçün bəlkə də budur elə. Bununla qane olur da. Bəlkə də onun üçün daha yaxşı elə bu deməkdir. Mənə görə isə bu məna ümumiyyətlə nədir? Sadəcə enerjinin çevrilməyidir. Çox vaxtdır ki, insan ölümü fikirləşir. Yəni orada dedilər ki, ölümü fikirləşir. Bəlkə də məna budur. Mən düşünürəm ki, nəyisə misal üçün biz bir ayrılıq yaşayırıq. Orada bir enerji var. Sonra deyirik ki, yox, bir məqsəd qoyacaq qarşımıza. Fikrimi yayındırmaq üçün bunu eləyəcəm. Həmin orada enerji çevrildi, bizim fikrimiz yönəldi buna doğru. Artıq buna enerji sərf eləyəcəyik. Bizim üçün həyatın mənası olacaq artıq bu. Bu cür. Ümid edirəm ki, açıqlayıcı oldu. Sual vermək istəyən varmı? Hər vaxtınız xeyir, Sevda Hər vaxtınız xanım. xeyir. Buyurun. Mənim belə bir sualım var. Siz deməli uşaq əgər valideynlərinin iş həyatı ilə bağlı olaraq belə deyim, həmişə video kollardan ünsiyyət qurulub, yəni bağ yoxdur. Əgər o uşaq yetişkin dövrünə qədər hələ də valideynlərinə ehtiyac duyursa, onun deməli psixoloji olaraq boşluqlarının bərpa edilməsində valideynin obrazı yenidən olmalıdır, yoxsa öz-özünü zaten xilas edə bilər? Yenə belə bir uşağım olub mənim. 2 yaşı var idi, qız uşağı və valideynləri başqa bir ölkədə idi. İşlə əlaqədar gələ bilmirdilər. Sadəcə 3 aydan bir gəlirdilər, bir neçə gün, heç 10 günə çatmırdı. Bir neçə gün qalırdılar və gedirdilər. Və o uşaq heç cür sakitləşmirdi bağçada. Qətiyyən sakitləşmirdi. Seanslara da gəlirdi. Düzdür, az müddət gəldi, 1-2 dəfə gəldi də, indi yalan deməyim mən. Amma ki, qətiyyən o belə deyək, doyumu almırdı. Amma həmin uşağı təbii ki, böyüdən də var. Düzdürmü? Bayaq danışdıq ki, o bağlanmadan danışdıq sizə. O bağı yaratmaq baxıcısından asılıdır. Baxıcı deyəndə uşağa baxıcı yox, sadəcə ona baxan nəzərdə tutulur. Yəni o bağ başqası ilə də qurula bilər. Emosional bağdan gedir. O emosional olaraq doymağı nənə ilə də ola bilər, ona baxan baxıcı ilə də ola bilər. Yəni sonradan mən düşünmürəm ki, yeniyetməliyinə qədər belə davam eləyəcək. Belə sual oxuyacağam buradan. Sevda xanım, davranış pozuntusu olan şagirdlərlə necə məşğul olunmalıdır? Şagird, yəni məktəbdəki uşaqlarda davranış pozuntusu çox var. Yəqin ki, siz nəzərdə tutursunuz ki, bu vuran, qıran o uşaqlardır. Onların ailələri ilə işləmək lazımdır deyə düşünürəm. Heç nə səbəbsiz deyil. Davranışın səbəbini öyrənib, oranı biraz həll eləmək lazımdır. Sonra da seanslarda zaten qaydasına düşəcək. Seanslar, söhbətlər aparılaraq keçiriləcək. Şagirddir deyə deyirəm mən. Az yaşlı uşaqlardırsa oyun terapiyası ilə zaten bunu işləmək mümkündür. Amma ev sisteminə, ailə sisteminə siz müdaxilə edə bilməsəz, dəyişə bilmərsiniz davranışı. Və davranış pozuntusu deyəndə təkcə vurmaq, qırmaq, ağlamaq, özünü yerə atmaq, bunlar təkcə davranış pozuntusu deyil. Davranış pozuntusu özünü göstərə bilər dırnaq yeməklə də, saç yolmasıyla da. İndi hal-hazırda çoxdur. Sadəcə müraciət edəcəkləri yeri bilmirlər deyə çox vaxt psixiatra müraciət edirlər. Kimə müraciət olunmalıdır bilmirlər deyə çox belə üzə çıxmayıb bu məsələlər. Amma əziyyət çəkənlər çoxdur. Saç yolma ilə, dəri qoparma ilə özünü göstərə bilər. Çox vaxt şagirdlərdə biz görürük ki, əl-ağızda da dırnaq yeyilir. Çox güman ki, onun daxili gərginliyi var. Və onun səbəbi tapılaraq həll olunmalıdır. Bu təkcə uşaqlara aid deyil, böyüklərdə də belədir. Uşaq vaxtından dırnaq yeməsi olub, üzərinə düşülməyib, mütəxəssis görməyib. Böyüdükdən sonra artıq dəri qoparmaya keçir, dırnaq kənarlarını yeməyə başlamaqla dəri qoparmaları başlayır. Sonradan hətta boyun, misal üçün, bədənin istənilən yeri ən çox göbək ətrafında olur. Qolaq belə arxalarında olur, dəri qoparmalarına keçə bilir. Bu hətta burun ətrafı da. Burun ətrafı dəri qoparması olan bir uşağım var idi. Belə deyək, davranış probleminin səbəbi, kök səbəbi bacı-qardaş, bacı qısqanclığı idi. 2 bacı idilər. Çünki onun səbəbini bilə bilmərik. Mən hələ görməmişəm ki, ikisi eyni səbəb olsun. Dəri qoparması ilə gələn uşaq
və yaxud da saç olması ilə gələn. Hamısının kökü bir fərqli yerə gedib çıxır. Təkcə ana-ata mübahisəsidir deyib ümumiləşdirə bilmərik. Onu da xırdalasaq, hər uşaqda fərqli cür təzahür edəcək. Belə. Körpə uşaqlarda 8 ay autizm spektr pozuntusu olub-olmadığını necə anlaya bilərik? 8 ay biraz tezdir. 10-11 ay deyərdim mən. Eləyə bilərik, amma 8 aya uyğun, misal üçün kontaktdır, sırf ananın səsinə reaksiyasıdır, digər səslərə reaksiya verməyə də bilər. Ananın səsinə misal üçün daha belə deyək, daha belə diqqətli baxa bilir uşaqlar. Amma 8 ay biraz tezdir. Tələsməyin. Daha çox 11 ay, 10 ay belə baxa bilərsiniz, yoxlaya bilərsiniz. Mən özüm hal-hazırda bir 7 ay, bir 11 ay uşağı nəzarətdə saxlamışam. Valideyni ilə danışırıq. Biraz narahatdır, amma əslində yəni heç nə yoxdur. Sadəcə valideynin narahatçılığıdır. Nəzarətdə saxlayırıq hal-hazırda. Uşaq dərsdə bir ayda artıq ana olmasa ağlayır. Sevda xanım, siz Buyurun. yetkinliklə olar sual verin. Yetkin Buyurun. dövr uşaqla sual versəm olar, siz daha çox Buyurun. az yaşlılar. Mənim oğlum 14 yaşı olacaq, hələ tamam Hə. deyil. Amma bu 14 yaş yetkinlik yaşı hesab olunur da. Yeni Bizdə yetmə. yeniyetmə, aha, yeniyetmə yaşı isə yeniyetmə çox aqressivləşir. Düzdür, əvvəldən də elə ərköyün uşağı idi, kür uşağı idi. İndi də daha elə bir ki, üstünə qoyubdur. Ən çox bunu nə narahat eləyir? Baxıram ki, çox aqressivdir. Məsələn, yeni bir müəllimlə başlayır işləməyə, yeni məsəl üçün bir kursa mı gedir? Sırf yeni axı olanda adaptasiyamız biraz Bəli. gec olur da. Məsələn, biz başa düşürük ki, bu çətinlik qalmayacaq da öyrəşəcəyik. Məsələn, buna çatmır. Belə bilir ki, elə dünya yıxılıb qalıb altında. Çox aqressiv olur, cavab qaytarır hətta. Mən belə şey görməmişdim. Sanki Sizlə arası necə olub əvvəldən? yaxşı olub mənlə arası. Çünki uşaq vaxtı autizm sindromu olub da, Asperger olub. Mən onunla daha çox kontakt olmuşam, daha çox. Demək olar ki, ancaq məni ilə və biz bunun öhdəsindən çox gözəl gəlmişik. Çox gözəl gəlmişik və həm mənə deyiblər ki, hətta sən TV-yə də çıx denən, başa sal hamını, bütün hamını arifləndir ki, bu ananın edəcəyi ən mükəmməl bir şeydir. Yəni bir ana ancaq uşağına belə bir şeylərdə kömək eləyə bilər. Çox kömək eləmişəm. Həddindən artıq dəstəyim o qədər olub ki, nəticələri çox gözəl alındı, yaxşıdır oldu. Sadəcə biraz təlimdə, məktəbdə qalırdı. Dedilər 6 yaşında qoyma. Elə adi normal uşaqları da 7 yaşında qoyuruq. Sadəcə 7 yaşında qoydum. Birinci sinifdə 7 yaşında qoydum. Sonra müəyyən müddətdən sonra gördüm ki, artıq elə öz yaşıdlarından çox bilir. Yəni zaten Aspergerdir deyirsinizsə, zəka yaşı da irəlidədir. İrəlilədi. Hələ onlar da ötdü. Müəyyən bir dövrdə o hiss olunmurdu. Həmişə geri qalırdı uşaqlardan. İnkişaf ləngiməsi kimi qalırdı da. Ona İndi düzgün zamanda bəli, müdaxilə etmisiniz, düzgün məşğul olmusunuz. Bəli, fürsət yaşını heç qaçırmadıq. Amma ki, siz deyirsiniz ki, adaptasiya problemi var. Bu əslində normaldır. Çünki deyirsiniz axı autizm olub onda, Asperger olub onda. Yəni həmin uşaqlarda istər-istəməz bu ətrafa biraz gec adaptasiyası mümkündür. Bu müddəti normal qarşılamaq lazımdır. Ətraf mühit də bunu normal qarşılamalıdır. O deyirsə ki, mən öyrəşə bilmirəm, siz ona misal üçün onun üzərinə gedərək deməyiniz lazım deyil ki, keçəcək biraz səbirli ol. Zaten o siz necə, o narahat olur da, yəni ondan. Siz bilirsiniz bunu. Amma o özündə bilmir axı. Yəni tam da eyni işləmir də. Normal uşaqlar tam da eyni deyil onun içində baş verən o emosionallıqlar. Bəli, çox emosionaldır. Həddindən artıq emosionallığı var. Özünü bu yaşda da göstərdi. Əvvəl çox sakit oldu. Müəyyən bir yaş dövründə elə emosional deyildi, sakit idi. Ola bilər, deyirsiniz ki, təzə mühit indi daha çoxdur da, indi o təzə mühitlərə daha çox, belə deyək, gedir, düzdürmü? Tez-tez qarşılaşır. Ona görə də bu adaptasiyasında biraz ola bilər problemlər baş versin. Problem deməyək, yəni adaptasiyası biraz gec ola bilər mühitinə. Burada soruşurlar ki, bağlılıq neçə yaşında olur?
6 ay dediniz bağlılıq. O sırf bağlılığı ilk 6 ayda. Uşaq doğuldu. İlk 6 ayda misal üçün analar var ki, deyirlər ki, çox qucağıma almıram ki, öyrəşməsin qucağıma və yaxud da kənarda müdaxilələr çox olur ki, qucaq eləmə, öyrəşəcək, daim qucağını istəyəcək. Mənim hal-hazırda yaş yarımlıq uşağım var. Mən ilk 6 ay demək olar ki, belə də, yəni çox yaxında. Mən zaten çox da emosional biri deyiləm, amma soyuqluq da edən biri deyiləm. Amma necə deyim, hamısını nəzərimdə tutaraq, indi həm mütəxəssis olaraq da yanaşaraq bunu belə eləmişəm. İlk o 6 ayda mən o qucaq məsələsini, uşaqla dəri-dəriyə təmasını qaydasında saxlamışam və ondan sonra uşağım hal-hazırda məndən mənasız yerə, yersiz yerə qucaq istəmir. Belə bunu demək istədim, yəni bayaq. Bağımlılıqda necə olur? Uşaq ana uşağını ayırmır özündən. Hal-hazırda 4 yaşında uşağının yanında yatızdıran var. Təbii ki, o bağımlılıq olacaq. Bağçaya da qoyanda ana istəyəcək. Normaldır. Bu valideynin səhvidir artıq. Valideynin səhv yanaşmasıdır. Vaxtında, yəni qaydasına qoymalıydı bu məsələsini. Təbii ki, çarəsi varmı? Ayıra bilər, amma mərhələli şəkildə birdən-birə də yox, mən sənin otağına ayırdım, artıq orada yatacaqsan. Bu uşaqda travma yarada bilər, güvən sarsıda bilər. Olmaz, mərhələli şəkildə olmalıdır. Valideynin övladlar arasında ayrı seçkilik etməsi haqqında nə deyə bilərsiniz? Bu uşağın psixologiyasına və gələcək həyatına necə təsir edir? Məncə buna biraz toxunduq, yenə də deyək. Valideynin övladlar arasında ayrı seçkilik etməsi düzgün ümumiyyətlə deyil. Düşünmürəm ki, ayrı seçkilik edər. Yəni istəyərək edən varsa bilmirəm, amma düşünmürəm ki, valideyn bunu eləyər. Sadəcə ola bilər ki, valideyn diqqətini paylaya bilməyib, belə deyək, diqqət verdiyi zaman bir uşağa digərinə sadəcə çatdıra bilməyib də. Yəni böyük uşaq baxır, artıq bir növ yeni fərdə yönəlib deyə düşünür ki, artıq o böyüyüb, amma əslində elə deyil də. Onun da 3 yaşı var, 4 yaşı var. Yəni əslində o da uşaqdır. Ona anidən yeni fərd gəlib deyə, yeni uşaq gəlib deyə ona böyük olaraq görməsidir səhv və yaxud da ayrı seçkilik. Mən buna deyərəm ki, onu artıq böyümüş kimi dediyi bayaq yaşa uyğun olmayan yanaşma. Baxın budur. Yeni uşaq gələndə artıq biz 4 yaşlı uşağa böyükmüş kimi davranırıq. Yəni o valideynlər elə davranırlar. Burada yaşa uyğun olmayan gözlənti olur artıq və istəmsizcə ayrı seçkiliyi baş verir. Və onun psixologiyasına təbii ki, təsir edəcək. Sabah bir gün bacı-qardaş qısqanclığı ilə başlayacaq. Sonra şəxsi münasibətlərində də qısqanclıq olsun və yaxud da problemlərə çevrilə bilər, çevriləcək. Bəs evdə yoxdursa, amma 2 yaşındakı uşaq hər kəsi vurur. Evdə yoxdursa, kim yoxdursa, ana. Yox, evdə davranış yoxdursa, amma 2 yaşındakı uşaq hər kəsi vurursa, onda necə bəs? Evdə ola bilər ki, onun belə deyək, onu göstərə bilmir. Bağçadakı bütün uşaqları vurur, yolur, atır qırağa. Buna nə ad qoyaq? Bir dənə bunun əvvəlini tam anlamadım. Kimindirsə şifahi desin, bir də səsləndirsin. Bəs evdə yoxdursa, amma 2 yaşındakı uşaq hər kəsi vurursa. Evdə nə yoxdursa? Aytağa. Davranışı. Evdə vurmur, gedir bağçada vurur. Evdə ola bilər ki, bu davranışı görüb, valideynlə mübahisənin şahidi olub, amma ki, evdə o gücünü göstərə bilmir, çünki ana ata böyükdür ondan, gedir özündən zəif və yaxud da ən azından özü ilə eyni gücdə olanlara öz aqressiyasını göstərir. O daha asandır da, ananın üstünə necə gedə bilər o 2 yaşında uşaq. Axşamınız xeyir Sevda xanım, o sualı mən yazmışdım. Bəli. 2 yaşında uşaqdır. Yəni baxırsan ki, uşaq çox aqressivdir də öz yaşıdları ilə. Hətta özündən böyükləri də. Qızların saçını yolur, oğlanları itələyir, vurur. Amma mən o valideynlərin ikisini də tanıyıram, görürəm də. Ata-ana, yəni indi düz ailənin içində deyiləm, onu deyirəm. Buna görə bilə bilmərik ki. Çox səmirlər, mehribandılar. Yəni orada indi kənardan görünüşdü bu. İndi ailənin içində bilmirəm nə dərəcədədir, amma uşağın çox maraqlıdır da. Uşaq bu uşaqların hamısını da belə eləyir. Uşaq mehribandır, yaxınlaşır. Yox, bəlkə də diqqət çəkmək istəyir, o da ola bilər. Sadəcə ola bilər ki, diqqət istəyir.
Və yaxud da deyir sizə ki, ana-ata səmimidir. Bəlkə ana-ata heç fərqində deyil uşağın yanında necə davrandığının. Onun üçün normaldır bəlkə də. Ola bilər, amma yəni deyirəm də çox uşaq belə müəllimlər onu çox istəyirlər. Qəşəng uşaqdır da, qız uşağıdır. Hər kəs onu öpür eləyir, amma ki çox aqressivdir. Uşaqları istəmir də, uşaqların hamısını itələyir. Hər kəsi yolur. Deyək, qoyur qırağa. Bu sırf diqqət çəkmək üçün də ola bilər, amma bağçada diqqət çəkməkdirsə, o zaman müəllimin diqqətini çəkmək istəyirsə, müəllim də necə deyim, qınanması bir məsələ deyil, çox uşaq olur. Yəni sırf ona diqqət yetirə bilməz, yenə də evinə toxunmaq lazımdır. Uşağın evi ilə işləmək lazımdır. Çox sağ olun. Buyurun. Uşaqlıqdan aqressiyası bastırılan uşağa fərqinə varıldıqdan sonra yanaşma necə olmalıdır? Fərqinə varıldıqdan sonra. Biz fərqinə varırıq. Uşaqlıqdan aqressiyası bastırılan uşağa fərqinə varıldıqdan sonra yanaşma necə olmalıdır? Yaşına görə, uşağa görə dəyişə bilir. Mətanət xanım, baxır uşağın neçə yaşı var, istəsəz səsləndirin, bu barədə danışaq. Əgər yaşı az uşaqdırsa, uşaqlıqdan bəri tutaq ki 4 yaş, 5 yaş aqressivdir. Bastırılıb necə? Yəni ki onun belə deyək, emosiyası görülməyib. Sadəcə vurursa uşaq, ana da bir dənə vurub göndərib ki, yəni sakit dur, səsin çıxmasın. Belə böyüdü. Sonra təbii ki onun yaşı artdıqdan sonra onun aqressiyası daha da böyüyəcək və günümüzün mövzularına biz toxunmuş olacağıq. Əslində səsləndirmək istəmirəm belə. Hal-hazırda uşaqların, yeniyetmələrin yaratdıqları o hadisələr, törətdikləri hadisələr elə bunun nümunəsi olaraq deyə bilərik. Nümunəsi də deyə bilərik. Yəni aqressiya görüldüsə, onun səbəbi aydınlaşdırılmalıdır, kök səbəb həll olmalıdır. İstəyir valideyn olsun, istəyir mütəxəssis olsun. Valideyn bacarırsa nə gözəl, bacarmırsa mütəxəssisə müraciət eləsin. Və diqqət eksikliyi hiperaktiv. Üzr istəyirəm, Sevda buyurun. Və burada diqqət eksikliyi və hiperaktivlikdən necə təyin etmək olar? Mütəxəssis, əgər siz misal üçün düşünürsünüz ki, uşağınızda var bu, müşahidə eləyirsiniz və mütəxəssisə müraciət eləyirsiniz, müşahidələrinizi danışırsınız və mütəxəssis anamnez olaraq bunları yığır. Bunu təyin edir. Amma misal üçün valideynin hər diqqət eksikliyi kimi gördüyü də olmaya bilər. Keçən dəfəki onlayn dərsimizdə də məncə toxunmuşdum, demişdim bunu ki, ola bilər ki, bir uşaq eyni hərəkəti biri bilərək eləsin, biri bilmədən etsin. Stakan misal çəkmişdim ki, ola bilər biri gəlsin, gözümüzün içinə baxa-baxa, onu atsın yerə sındırsın. Bu olur davranış pozuntusu və yaxud da uşaq hiperaktivdir, çox enerjilidir. Gəlir o stakana bilmədən düşür yerə, qırılır və peşmanlıq hissi yaşayır. Həmin o peşmanlıq varsa, bu artıq olur diqqət eksikliyi. Buyurun xanım. Yekunlaşdıraq Sevda xanım. Birincisi Sevda xanım, mən şəxsən öz adımdan sizə çox təşəkkür edirəm bu gözəl seminar üçün, bu gözəl şəkildə öz bilgilərinizi bölüşdüyünüz üçün, əməyiniz üçün, zəhmətiniz üçün. Təbii ki, qoşulan iştirakçılara, bəlkə indi sonradan da bizi dinləyən şəxslər olar, amma əsas bura qoşulan, bu vaxta qədər qoşulan iştirakçılara sizə təşəkkür edirəm. Sevda xanım, həqiqətən mən də illərdir bu sahədəyəm və verdiyiniz məlumatlar heç bir ödənişsiz dərsin məlumatı heç materialı deyil. Bunlar ödənişli elə dərsin bir materialıdır ki, hansı ki yarım saatdan çoxdur suallara cavablayırsınız və çox dəyərli bilgilərinizi də bizimlə bölüşdünüz. Çox minnətdaram həqiqətən. O diri dəyərli mütəxəssis həqiqətən bilinir. Mən bir daha vurğulayım ki, Sevda xanım bakalavr və magistr üzrə təhsilə bitirib, Bakı Dövlət üzrə və 8 ildir bu sahədədir və özünüzdə artıq hər şeyi gördünüz. Ümumiyyətlə, yəni mükəmməlsiniz Sevda xanım və iştirakçılar jurası gec olur. İştirakçılarımız da belə gözləyir, biz də başa düşün, saatımız çox qısıtlı.
maraqlıdır. Biz bütün sualları cevablaya bilmərik təbii ki və burada dərin, yəni bu təlimdir, yəni terapiya deyil. Bəzi şeylər var ki, həqiqətən dərin bir terapiya olmalıdır və Sevda xanımın şəxsi fərdi seanslarına istəyir uşaqlar və böyüklər müraciət etmək istəsəniz, bayaq burada yazılmışdı nömrələrimiz, yaza bilərsiniz İnama, yazıla bilərsiniz Sevda xanımın seanslarına və 1 iyundan bağlı zaten biz endirim etmişik seanslara 1 iyundan. Yəni bu fürsətdən yararlanın. Bu belə deyim də həmişə olmur, ildə bir dəfə olacaq bir fürsətdir. Və əlavə isə bəli indi açar sözü Sevda xanım bildirəcək sizə və bildirim ki, artıq növbəti həftədən bizim 2 aylıq uşaq, yəni düşünün ki, bu hələ bir giriş bir dərsin 2 ay ərzində sizi həqiqətən nələr gözləyir və əminəm ki, çox böyük bilgi və dəyişim bir proqramı gözləyir ki, artıq siz 2 ayın sonunda həqiqətən rahatlıqla işləyə bilərsiniz. Rahatlıqla işləyə biləcəksiniz. Bir çox kurs özünüz də bildiyiniz kimi belə keçmir, belə bir vəd də vermir. Çünki əksəriyyətən təcrübə olmur, hansısa şablon məlumatlar, materiallar keçirilir, praktika keçirilmir və sizə də bu problem yaradır. İstər böyük olsun, istər uşaq psixoloqu olsun, mütəxəssis olsun, ana olsun, hər bir şəxs qoşulub faydalana bilər. Zaten ödənişlər də çox minimum bir məbləğdir deyə düşünürəm və hətta növbəti dəfədən bu məbləğdə yəni heç düşünmürəm, yəni bunu etməyi. Çünki həqiqətən arxada bir təbii ki, Sevda xanım sizin İnam olaraq komandanın, mən buradan komandaya təşəkkür etmək istəyirəm qızlarımıza. Çox əməyi, zəhməti həqiqətən dayanır və təlimlərimizdə iştirak edənlər də zaten bilir. Bu artıq Sevda xanımda 2-ci uşaq psixologiyası kursudur və bir müddətdə artıq buna ara verəcəyik. Ona görə mən də çox danışmayım, sadəcə həqiqətən bölüşmək istədim, təşəkkür etmək istədim Sevda xanım sizə. Deməli, açar söz artıq bildirə bilərsiniz və bildirim ki, zaten bizim kurs kiçik bir məbləğ idi, ödənişli idi. Sadəcə belə istədik, yəni ürəyimizdən keçdi ki, ilk qeydiyyatdan keçən şəxslərə isə əlavə ekstra bir belə deyək də endirim olunsun. Hansı ki, açar söz 12-yə qədər yazılmalıdır, amma 3 gün ərzində biz biraz da ki, uzatdıq vaxtı, bir gün demişdik, amma 3 gün ərzində deyə qeydiyyatdan keçmək istəyənlər bu uşaq psixologiyasına dair bizə yaza bilər. Yəni ətraflı məlumat üçün bütün detallar, hər bir şey sizə göndəriləcək. Heç narahat olmayın. Sadəcə indi biraz qeyri-iş saatı da ola bilər ki, biraz geç cavab verirsin, amma iş saatı ərzində sertifikatınızdır, materialınızdırmı, kurs haqqında ümumiyyətlə ətraflı ödənişləri barəsində məlumatdırmı, hər şey sizə veriləcək. Kiçik olaraq bildirim ki, yəni biz hər kəsi anlayırıq, ona görə uyğun bir büdcə qoyuruq. Hətta belə hissəli ödəmək belə imkanınız var. Belə bu kursu qaçırtmayın. Hər birinizə təşəkkür eləyirəm. Buyurun Sevda xanım, istəyirsiniz yavaş-yavaş açıqlayın. Mən də təşəkkür edirəm sizə, xanım müəllimə. Və həqiqətən bu kurs materialı, yəni digər kurslara qoşulanlar varsa, yəni özünüz də bəlkə də müqayisəyə də saldınız, gördünüz ki, digərlərindən həqiqətən də fərqlənir. Biz daha çox düzdür praktik hissəyə yönəlik istəyirik ki, olsun. Mən özüm yəni çox önəm verirəm buna, amma nəzəri hissələrimizdə təbii ki, olacaq. Və sizi gözləyirəm uşaq psixologiya kursumuzda. Açar sözümüzü demək istəyirəm. Bizim açar sözümüz olacaq uşaq. Uşaq sözünü yazırsınız və material, sertifikatlarınızı əldə edirsiniz. Təşəkkür edirəm bugünə görə. Komandaya da təşəkkür edirəm. Çox sağ olun. Yaxşı ki, varsınız. Təşəkkür edirik sizə. Buyurun, buyurun. Xoşdur inşallah. Nə sualınız da qalıbsa, bəli, yəni yaza bilərsiniz səhifəyə. Bəli. Suallarınız varsa səhifədən izləyin. Səhifədə bizim videolarımız olur. Altına yaza bilərsiniz hamısını. Hətta video şəklində mən sizin üçün cavablayacağam. Tək ki siz yazın, istəyin. Videolarımız həmişə gələcək. Çox sağ olun. Formada da səsləndirim nömrəmizi 050 640 21 91 nömrəsinə zəhmət olmasa ətraflı detallı məlumatı yazın göndərəcəksiniz. Açar söz. Açar söz uşaqdır. Uşaq. Bəli, açar sözün uşaqdır. Bu qədər. Özünüzə yaxşı baxın. Bəli, gecələr. Hər birinizi çox istəyirəm. Sağ olun. Sağ olun. Sizi, hər birinizə təşəkkürlər. Sağ olun xanım, siz də sağ olun. Təşəkkür edirəm.